Usikum və nəfsi bitəqvallah. Həm sizə, həm özümə təqvalı olmağı, gizlin və aşkar Allahdan çəkinməyi tövsiyə edirəm. Bu günlər aprel döyüşlərindən 10 il ötür. Əziz şəhidlərimizin xatirəsi yad olunur bu günlərdə. Qələbəmizə aparan yolun ilk cığırları açıldı. İşğaldan bir parça torpağımız bu döyüşlərin nəticəsində geri alındı. Təbii ki, hamısı şəhidlərin qanı, igidlərimizin qəhrəmanlığının sayəsində. Allah aprel döyüşlərində əziz canın vətənə, millətə fəda eləyən şəhidlərimizin ruhunu şad eləsin. Ruhların qiyamətdə bizə şəfaətçi eləsin. Yaralı qazilərimizə şifa versin. Vətən müharibəsi iştirakçılarını da canın sağ eləsin inşallah. Mən ikinci cümədə bir mövzuya başlamaq istəyirəm. Allah nəsib eləsə bir neçə cümə bu haqda danışacağıq. Keçən cümə müqəddimə eləmişdim. İnşallah bugün də həmin mövzu barəsində danışacağıq. Mövzumuz günahla mübarizədir. Çox vacib, hər şeydən önəmli bir mövzudur. Günahla mübarizə. Həmişə diqqətdə saxlanılması lazım olan ən önəmli şərtdir insanın günahla mübarizə aparması. Hər anı bir müsəlmanın, hər anı günahla mübarizə şəklində olmalıdır. Və günah bizi həm dünyada, həm də axirətdə bədbəxt eləyə biləcək ən mühüm problemdir deyə onunla mübarizəyə xüsusi diqqət ayırmalıyıq. Onunla mübarizə aparmasan, o bədbəxt eləyəcək səni. Yəni, insan günahla mübarizə aparma deyəndə, yəni, insan bədbəxt olmaqla mübarizə aparır. İnsan məhv olmaqla mübarizə aparmalıdır. İnsan ona ziyan verən hər bir şeylə mübarizə aparmalıdır. Günah yəni bu. Və mövzumuza Bəqərə surəsinin 81-ci ayəsi ilə başlamaq istəyirəm. Bu ayəni əvvəldə ona görə oxuyuram ki, biz bilək nə boyda bir təhlükədən söhbət gedir. Quran-ı Kərimdə uca Allah buyurur, Bəqərə surəsi 81-ci ayə buyurur, Bələ, mən kəsəbə səyyiətən və əhatət bihi xatiyyətuhu. Buyurur, bəli, kim günah eləsə və elədiyi günahlar da onu əhatə eləsə, yəni o qədər günah eləyib ki, günahlar onu əhatə eləyib. Davamında buyurur, nə olacaq bu adam? Fəuləikə əshabun nar. Olardılar od əhli, cəhənnəm əhli. Davam bitir? Yox, bitmir. Davamında daha şiddətli bir, daha qorxulu bir sözü Allah buyurur. Buyurur, hum fiha xalidun. Onlar orada əbədi qalacaqlar. Yəni, bir dəstə insan var ki, əbədi qalacaq cəhənnəmdə. Kimdə olar? Günah eləyib, günah da onu əhatə eləyib. Bu ayə bizim hamımıza çox təhlükəli bir gələcək barədə xəbərdarlıq eləyir. Elə bir gələcək ki, içi mən qarışıq hamımızın başına gələ bilər. Ayə öyrədir ki, insan davamlı şəkildə günah eləməklə özünü elə bir vəziyyətə sala bilər ki, günahlar onun bütün varlığın bürüyər. Yəni, günah tərk olunması çətin bir şeyə çevrilər onun üçün. Bir adət halını alar və artıq insan günahsız yaşaya bilməz. Günahsız yaşaya bilməyən insanın yeri də Allah buyurur, əbədi cəhənnəmdir. Bir adam ki, günahsız yaşaya bilmir. Günah onu elə əhatə eləyib ki, ayrıla bilmir günahdan artıq. Bu adamlar üçündür bu ayə. Günah insanın həyatının ayrılmaz hissəsinə çevrilər və belə insanlar barədə ən təhlükəli sözü deyir Allah. Əbədi qalarlar orada. Cəhənnəmdə əbədiyyən qalarlar. Günahların acı nəticəsini bizə bildirən bu ayədən sonra mən istəyirəm ki, günahın mahiyyətinə toxunaq. Bilirsiniz, günahdan qorunmağın ən təsirli yollarından biri günahın mahiyyətini bilməkdir. Günahın fəlsəfəsini bilməkdir. Yəni, əslində mən günah eləyirəm. Nədir bu? İnsan bir şeyi biləndə ondan rahat qaça bilir. Məsələn, biz təsəvvür edin, gedək 18-ci əsrdən bir insanı tapaq gətirək.
bir sehirli qüvvəmiz olsun, məsələn, gedək keçmişdən bir adamı götürək, gətirək bura. O bir gün yaşamaz bu cəmiyyətdə. Nəsə eləyəcək, öləcək. Ya gedəcək toka əl vuracaq, öləcək. Ya çıxacaq maşın yoluna, maşın vuracaq. Ya elə bir təhlükəli bir iş ki, yaxşı, o niyə tez öləcək? Niyə bizim qoruduğumuz şeylərdən özünü qoruyamayacaq? Çünki o bizim bildiyimiz təhlükələri bilmir deyə. Onun xəbəri yoxdur ki, adam naqilə əl vursa tok vura bunu öldürə bilər. Elektrik cəryanı onu vura bilər. Bunu bilmədiyinə görə onu rahat eləyəcək. Bax, günah da belədir ki, onun nə olduğunu biləndə adam ondan rahat qaçır. Çünki günahdan qorunmağın ən təsirli yollarından biri günahın mahiyyətin, onun həqiqətin, əslin bilməkdir. Günah nəyə bənzəyir? Günah gözəl şəkildə hazırlanaraq, bəzənərək süfrəyə təqdim olunan, amma iyrənc şəkildə hazırlanan yemək kimidir. Bəzi qidalar insan niyə bəzi qidaları bəhbəhlə yeyə bilir? Çünki onun necə hazırlanmasından xəbəri yoxdur. Bir dəfə bir aşpaz danışırdı. Şəxsən neçə ilin söhbəti idi. Dedi, mən öz restoranımızda bişirilən heç bir yeməkdən bunu gördük ki, bu evdən gətirdiyi yeməyi yeyir. Dedi, ki, sən elə bil qışda Sibirə qar aparırsan, yəni restoranın içində oturmuşsan, yeməklər tökülüb qalır, bunlardan yemək əvəzinə evdən özvə yemək niyə gətirmirsən? Dedi, siz burada bişən yeməklərin necə bişdiyini bilsəydiniz, heç bir dənə götürüb dilinizə də vurmazdınız. İndi 10 ilin söhbəti deyə, necə bişirirdilərsə bilmirəm, o nə görmüşdüsə orada, evdən yemək gətirirdi, oranın yeməyini əlini vurmurdu. Amma ora gələn müştərilər onu bəhbəhlə yiyirdilər, niyə hazırlanmasından xəbərləri yoxdur deyə. Bəzi restoranlar belə olub da, bəziləri ifşa olunur, onlar haqqında cinayətlər də açılır ki, insanları belə zərərli şəkildə hazırlanan qidalar qabağına qoymazlar. Bəzən insanlar zəhərlənir də hətta, bax, günah belədir ki, qabağına gətirib qoyarlar. Görərsən, hər şey qəşəngdir, amma sən birdən onun necə hazırlanmasını görsən, əlvi də vurmazsan o günaha. Biz günahın necə hazırlandığını görmürük deyə. Günahın əslini görmürük deyə rahat eləyə bilirik, nuş canla eləyə bilirik bəzən günahı. Çünki günahın mahiyyətindən xəbərsiz insan günahı gözəl iş kimi görür. Şeytanın bir missiyası da budur ki, günahı bizə bəziyib göstərir. Uca Allah Quran-ı Kərimdə Nəhl surəsində 63-cü ayəsində buyurur ki, وَزَيَّنَّ لَهُمُ الشَّيْطَانَ مَا كَانُوا يَعْمَلُونَ Buyurur, şeytan onların elədiyi əməlləri onların öz gözündə zinətləndirdi, bəzədi. Adam əməl eləyir, səhv iş görür. Amma şeytan o əməlini elə bəzəyir ki, onun üçün ki, özü hiss eləmir, nə alçaq bir işi görür. Ən təhlükəli halda bu haldır ki, insan bir günaha adət eləyib deyə artıq onu günah hesab eləmir. Bax, diqqətlə özümüzə baxaq, o günah ki, ona adətgərdə olmuşuq, onun günah səviyyəsi düşüb. Yəni, biz artıq onu heç günah hesab eləmirik. Bizim üçün günah bilsiz hansı əməllərdir? O şey ki, onu eləməmişik. Eləmək də fikrimiz yoxdur. Acığımız gəlir ondan. Biz hamı günahlardan acığımız gəlməyə əvəzinə, biz etmədiyimiz günahlardan acığımız gəlir, elədiyimiz günahlara isə qarşı o cür deyilik. Acığımız gəlmir. Ona görə də şeytan günahı adama elə etdirir ki, insan özün günahkar hesab eləmir eləyəndə. Günah nədir? İndi gələk yavaş-yavaş mövzunun əsas hissəsinə. Günah nədir sualı sizə verilsə, cavabınız nə olar ilk olaraq? Nə deyərsiniz, nə cavab axtarıb taparsınız? Bir kəlmə ki, günahın mahiyyətin özündə dəqiq ifadə eləsin. Yəqin ki, hamımızın cavabı bu olar ki, günah Allahın qadağan elədiyi işlərdir. Razısınız mənə? Günah Allahın haram buyurduğu işlərdir. Günah yəni qadağan olunmuş əməllər. Bu düz cavabdır. Amma dərin cavab deyil, səthi cavabdır, sıradan bir cavabdır. Günah haqqında biraz dərin tərif verək, gələcək söhbətlərimizdə daha dərin tərif verərik. Günah haqqın nizamına qarşı çıxmaqdır. Haqqın bir nizamı var, Allah dünyanı bir haqq nizamı ətrafında yaradıb. Haqq nizamı əsasında yaradıb. Günah həmin o haqq nizamına qarşı çıxmaqdır. Günah birisi nəyə bənzəyir? Elə bil, mən bir dəfə bu misalı çəkmişəm deyərsən sizə. Elə bil, çıxmışsan 10-cu mərtəbəyə, deyirsən ki, mən yerin cazibə qanununu hərrəmirəm. Yəni, onu saya salmıram, onu heç qüvvə hesab eləmirəm. Ona görə də mən özümü 10-cu mərtəbədən buraxıram boşluğa.
Buraxan kimi nə baş verəcək? 3-4 saniyə sonra çırpılacaqsan, ya öləcəksən, ya qol qabrığın sınacaq. Sənin haqq nizamına qarşı çıxmağın o cür günah kimidir, özünü bədbəxt eləyirsən. Günah eyni ilə cazibə qanununa çıxıb özün yuxarıdan atan insanın başına gəldiyi kimi, günah da insanın haqq nizamına qarşı çıxmasıdır. Yəni sən günah eləyəndə elə bil Allahın o yaratdığı haqq nizamı var, ona qarşı gəlirsən ki, yəni mən səni hərrəmirəm. Mən bu nizamı o qədər də ciddi hesab eləmirəm. Sənin xəbərin olsaydı ki, günah eləyəndə kimə qarşı gəlirsən, ya mənim xəbərim olsaydı. Mən bilsəm ki, mən günah eləyəndə nəyə qarşı gəlirəm, birdən pərdələr açılsaydı, gözümdə görsəydim ki, ilahim, mən nəyə qarşı gedirəm, hansı selin, hansı qüvvənin əksinə gedirəm, onda insan dəli olardı gördüyü mənzərədən. Günah Allaha əks getməkdir əslində. Günah öz fitrətivə, öz vicdanıva, öz ruhuva qarşı bir cinayətdir əslində. Günah pozuntudur, yəni ilahi harmoniyanı pozmaqdır. Günah susuzluğu yatırmaq üçün içilən zəhərə bənzəyir. Usul-u Kafidə İmam Sadiq əleyhissalamdan bir hədis nəql olunur. İmam dünyapərəstliyi qınayır. Dünyapərəstlik günahın mənşəidə bilirsiniz. Dünyapərəstlik əslində dünyapərəstlik deyəndə elə günah nəzərdə tutulur. Dünyaya görə günah eləmək. İmam buyurur ki, dünyapərəstliyin misalı dəniz suyu kimidir. Susuzluğu yatırmaq üçün götürüb doldurub içirsən, əksinə yatmaq əvəzinə susuzluğun daha da çoxalır və nəhayət imam buyurur, bir həddə çatırsan ki, səni öldürür. Şor su içmək insanı bir müddət sonra öldürər. Günah da belədir. Elə başa düşürsən ki, onunla doyacaqsan, doydurmur. Əksinə ziyan verə-verə daha da susuzluq vardır. Bugünün bir günahı bu qaydanı həmişə yadda saxlayaq. Bu qaydanı heç kim poza bilməz. Heç kim. Bugünün bir günahı sabahın 2 günahıdır. Sabahın 2 günahı birisi günün 4 günahıdır. Yəni bugün olunan günah sabahki günaha ayaq verir, rəvac verir. Sabahki günahı daha rahat eləmək üçün insana şərait yaradır. Ona görə deyirlər ki, ilk günahdan qaçın elə. Bugünkü başınıza gələ biləcək günahdan qaçın ki, sabah daha rahat qaçasınız. Günah da belədir ki, insan düşünər ki, günah eləyib özümü təmin eləyə biləcəm. Amma nəticədə daha da dərin boşluğa salacaq özünü. Çünki günah insanı öz mahiyyətindən uzaqlaşdırır. Günah insanın mənəviyyatını çürüdür. Çürüdür, bildiyi çürüdür. Mənəviyyatı çürüdən zəhərli virusdur günah. Günah insanı elə bir günə qoyur ki, insanın düşüncələri də alçalır. Şəxsiyyətinin səviyyəsi düşür. Düzgün düşünmək bacarığını zəiflədir. Bəzən görürsən ki, hamınızda şahidsiniz, mən də çox görmüşəm. Bütün gün insanların içindəyik, məclislərdə çox rastlaşırıq belə adamlarla. Bəzən görürsən ki, biri çox axmaq və səviyyəsiz bir fikir bildirir. Çox axmaq. Mən indi axmaq deyirəm, onun da pis adı da var. Axmaq bir fikir bildirir. Təəccüblənirsən ki, axı bir adamın beyni, ağlı heç vaxt normal halda oturub belə bir fikir istehsal eləyə bilməz. Belə bir fikir deyə bilməz də, adam ağlı bu fikri istehsal eləməməlidir. Bunu necə düşündü bu? Mənə təəccüb gəlir ki, axı bu adam bu fikri necə düşündü? Cavab budur ki, o onu düşünməyib. O onu düşünməyib. O fikir düşüncənin məhsulu deyil. Həmin axmaq fikir onun günahla məhv olmuş şəxsiyyətinin əks sədasıdır əslində. O düşüncənin məhsulu deyil, günahla o qədər özünü məhv eləyib, alçaldıb ki, o alçalan şəxsiyyətinin əks sədasıdır, görünür o fikir şəklində. Necə ki, məsələn, susuzluğunu yatırmaq üçün adam götürüb kislatı içsə, bütün mədəsin parça-parça eləyər, üzr istəyirəm, ağzından qan gələr. Bax, insan günahla da susuzluğun yatırmaq istəyəndə şəxsiyyətin parça-parça eləyir, ağzından qan gəlməsə də ağzından axmaq sözlər çıxır. Əslində söyüş bilirsiniz nədir? Gəl mən sizə bir dənə tərif edeyim. Söyüş insanın günahla alçalan ruhunun əks sədasıdır. İnsan nə qədər söyüş söyürsə bilsin ki, o qədər mənəviyyatın bədbəxt günə qoyub, parça-parça eləyib, pis günə salıb. Söyüş əslində mənəviyyatın inikasıdır, üzə çıxan formasıdır. Yəni, sənin danışdığın sözlər mənəviyyatın səviyyəsini göstərir.
Dilimiz həmişə bizim qəlbimizin güzgüsüdür. Günahla parçalanmış mənəviyyat sahibi də həmişə axmaq-axmaq sözlər danışar. Dini, Allahı, Qur'anı ələ salan insanların həyatına baxın bir dənə. Mən neçəsini tanıyıram və neçəsinin də həyatına da baxmışam. Onların həyatında çox alçaq günahlar var deyə gəlib o günə düşüblər. Hər alçaq sözün ətrafında mütləq bir alçaq günah dayanır. Uca Allah Rum surəsində 10-cu ayədə buyurur ki: "Thumma kana aqibetellezina asa'us-su'a en kezzabu bi ayatillah ve kanu biha yestehziun." Buyurur, sonra çirkin işlər görənlərin aqibəti elə oldu ki, onlar Allahın ayələrin yalan saydılar və Allahın ayələrin ələ saldılar. Niyə oldu insan bu səviyyəyə düşdü? Çünki çirkin iş çox gördü deyə. Diqqət edin, Quran-ı Kərim çirkin iş görməyin axırın hara bağlayır? Deyir, necə olacaqsınız? Bu ayə bizə öyrədir ki, günah gəlib insanı elə səviyyəyə sala bilər ki, insan Quranı ələ salar, Allahı ələ salar, Əhl-i Beyti ələ salar, dini ələ salar. Güya indi bəzi Quranı inkar edənlər çıxıb ortalığa. Deistlər deyirlər özlərinə. Güya bu Quranı inkar edənlər Quranı qəbul eləyəndə hansı dəlillə qəbul eləmişdi ki, indi də inkar eləyəndə güya dəlillə inkar eləyirlər. Yalandan özlərinə don giydirirlər. Güya Quranı oxudular bunlar, Quran bunları qane eləmədi. Quranın dəlilləri bunları qane eləmədi. Bunların Qurana qarşı əks dəlilləri var. Xeyr, hamısı günahın nəticəsidir. Bəhanədir hamısı, bərbəzəkli fikirlərdir ki, güya filan dəlil, filan alim belə, filan belə. Bunlar hamısı bəhanədir. İnsan o qədər çox günah eləyir ki, nəhayətdə Quranı inkar eləyir. Nəhayətdə Qurana zid mövqeyi tutur. Hər şeyin başı günahdır. Adamı gətirib o səviyyəyə çatdıran günahdır. İçivə bir şübhə düşür ya Allaha qarşı, dinə qarşı, Qurana qarşı, təmiz insanlara qarşı, məsum insanlara qarşı. Həmin şübhə bəzən ağlın işləməsi nəticəsində də düşə bilər, bəzən də günahların nəticəsində də düşə bilər. Ağlın işləməsi ilə düşən şübhənin cavabını tapa biləcəksən, amma günahın nəticəsində səndə yaranan şübhənin cavabını heç vaxt tapmayacaqsan, daha da dərinə gedəcəksən. Hər etdiyimiz, bu xahiş edirəm, bu cümləni xüsusi yadda saxlayaq bu xütbədən. Demək olar ki, xütbənin məğzin mən sizə burada bu cümlə ilə izah eləyəcəm. Hər etdiyimiz günah bizi həqiqətə qarşı biraz da dözülməz eləyir. İnsan günah elədikcə həqiqətə dözə bilmir, haqqa dözə bilmir, şəriətin sözünə dözə bilmir, Allahın əmrinə dözə bilmir, Qur'ana dözə bilmir deyə inkar mövqeyini tutur. İnsan günahla dözülməz hala çatdırır deyə özün ona qarşı əks reaksiya verir. Bir dəfə xəstəxanaların birində bir yaxınımız var idi. Onun yanında bir nəfər xəstə yatmışdı. İlahi, mən gördüm o həkimlər o xəstəni orada saxlamaq üçün nə zülüm çəkirdilər. Adama sistem qoşurlar, durur ayağa. Ayağına aparat qoşurlar, durur ayağa. Niyə? Civə kimidir da adam. O qədər hərəkət eləyib ki, həyatda. O qədər aləmi vurub bir-birinə, onu ona qatır, bunu buna qatır. Bir dəqiqə dayanmayıb da, hiperaktiv insanlar deyirlər. Hiperaktivdir deyənə bu adam, day belə də bir yerdə dayanmayıb indiyə qədər, civə kimi. İndi bunu bir saat yataqda yatızdıra bilmirlər ki, qulağa sənə dərman vuracaq, ayağımı müalicə eləyəcək, mən bədənimi müalicə eləyəcək. Adam dayanmır, həkimləri incidirdi. Və insan günahla gəlir bir həddə çatır ki, Quran onu müalicə eləmək istəyəndə dayana bilmir. Partlayır, ürəyi partlayır, fikir qalıb günahda, fikir qalıb bayırda, fikir qalıb maşının yanında, fikir qalıb işində, fikir qalıb filan kəsdə. Dağılır özünə ora bura. Günahla insan özün bir vəziyyətə gətirir, salır ki, həqiqətlə üzləşəndə dözə bilmir, üzün çevirir, qaçır. Hətta o həqiqət onu müalicə eləmək istəsə də belə, sağaltmaq istəsə də belə inkar eləyir ki, təki qaçım, çünki dözmür həqiqətə. Və günah gətirir adamı bu vəziyyətə qoyur. Həqiqətə düşmən olmaq günahların təbii nəticəsidir. Günah ona görə təhlükəlidir ki, bizi həqiqətlə düşmən eləyir. Bundan böyük nə tərif axtarırıq biz? Günah insanı həqiqət əhlinə düşmən eləyir, Əhl-i Beytə düşmən eləyir. İmam Hüseyn nə buyurdu Kərbəlada? Nə dedi Kərbəlada onu öldürməyə gələn insanlara? Məgər onlar İmam Hüseyni tanımamışdılar, bilmirdilər ki, İmam Hüseyni öldürmək günahdır.
bizdən də yaxşı bilirdilər. Bilmirdilər İmam Hüseyn necə şəxsiyyətdir, əla bilirdilər. Peyğəmbər balasıdır, məsum insandır, zəmanənin imamıdır, ən yaxşı insandır, nümunədir, fəzilət sahibidir. Bunların hamısını bilə-bilə niyə öldürmüşdülər? İmam Hüseyn cavab verdi, o qədər haram yemisiniz ki, təsir eləmir indi haqq söz sizə. Bax, belədir qayda, nə qədər haram yeminsənsə, İmam Hüseyni görəndə qəzəblənəcəksən. Nə qədər çox günah eləmisənsə, İmam Əlinin adı çəkiləndə qəzəblənəcəksən. Dostlar var idi ki, neçə il bizimlə namaz qılmışlar, sonra özləri etiraf elədilər, şəxsən mənə dedilər. Dedilər, hacı, and olsun Allaha, gəldiyi bir vəziyyətə düşdük ki, ya bir başqa ruhani, ya sənin hardasa bir mucizevi görəndə acığımız gəlirdi, nifrət eləyirdik sizə. Filan alimi görürdük, nifrət eləyirdik ona. Niyə nifrət eləmirsən sən axı? O alim sənə neyniyib ki, o sənə nə deyir ki, deyir, bala adam ol, günah eləmə, düz elə. Niyə adam nifrət eləyir axı ona yaxşılıq eləmək istəyən insana? Çünki günahla ruh o günə qalır ki, ona kimsə əl uzadanda ki, gəl sənə kömək eləyim, həmin əlin sahibinə də, özünə də nifrət eləyirsən. Günah bu adamı bu günə qoyur. İmam Sadiq əleyhissalam buyurur ki, atam İmam Muhammed Baqir əleyhissalam dəfələrlə bizə deyərdi ki, qəlb üçün günahdan pis şey yoxdur. Çünki günahı təkrar elədikcə o qəlbə hakim kəsilər və onu xarabaya çevirər. Gör nə gözəl sözdür. Günah qəlbi xarabaya çevirir, bayquşlar məskən salır o qəlbdə. O qəlb çürüyür, o qəlb ölür, təravəti olmur, haqq sözdən ləzzət ala bilmir. Düzlükdən ləzzət ala bilmir, düzgün yaşamaqdan ləzzət ala bilmir. Harada iyrənclik var, onu çəkir özünə. Harada axmaq işlər var, onu çəkir özünə. Əskərlikdəyik, ilk günlərdir, 90 nəfər insan var, bir bölüyün içində. Qəribə bir fəza olur. Mən indi oturub fikirləşirəm. Deyirəm, necə oldu ki, biz orada bir-birimizi tapdıq? 10 nəfər insan tapdı özün, dostlaşdı. 10 nəfər burada dostlaşdı. 10 nəfər orada dostlaşdı. Bir 3-4 dənə qrup yarandı. Sonra özümüz də belə baxdıq ki, biz ki dostlaşmışdıq bu 10 nəfər, onumuz da məsələn ibadət əhli olmuşuq. Onumuz da Allah-pərəst olmuşuq. Bizi birləşdirən bir dəyər var idi, çəkdi bizi bir-birimizə. O 10 nəfər ki birləşmişdilər, onlar hamısı bandit adamlar idilər mülki həyatda. Bir qəribədir, çəkdilər bir-birlərini o dəqiqə. O dəqiqə bir-birlərini çəkdilər özlərinə. Onlar orada tapışdılar, elə əskərliyin axırına qədər də o cür qaldılar. Biri nə bilim həbsə getdi, biri bir cinayət törətdi, hərəsi bir pis-pis işlər gördülər də. Yəni axıra qədər o qruplaşanlar, mən həmişə belə fikirləşirəm ki, bax insan beləlik günahla özünü məhv eləyəndə günahkarları və fasiqləri çəkir özünə. Özü də onlara tərəf cəlb olunur. Nə qədər təmiz qalacaqsansa, təmizliyə tərəf cəlb olunacaqsan. Təmizlərə tərəf cəlb olunacaqsan. Günah səni aparıb çıxarırsa pis mühitə, deməli sən burada səbəbi günahda axtarmalısan. Nə etmirsən ki, sən gedib düşmüsən o mühitə? Neynəmirsən ki, sən gedib düşmüsən elə bir qrupun içinə, elə bir dairəyə? Ona görə də İmam Baqir buyurur ki, günah üçün, qəlb üçün günah qədər böyük bir xəstəlik yoxdur, böyük bir təhlükə yoxdur, pis bir şey yoxdur. Və günahlar səbəb olur ki, insan tədricən, yavaş-yavaş Allahdan acığı gəlir, namazdan acığı gəlir, məsciddən acığı gəlir, mucizədən acığı gəlir və günah insanın etiqadını dəyişir. Ən dəhşətli şeydir bu, etiqadını dəyişir, düşüncələrini dəyişir. Günahlar insanı elə bir günə qoyur ki, dünənə qədər mən gözümlə gördüyümü sizə deyirəm. Gözümlə görüb, şəxsən tanıdığım adamların aqibətini sizə deyirəm. Allah məni də, sizi də o aqibətə düşməkdən qorusun. Heç kim də sığortalanmayıb ki, burada əyləşənlər ki, bizim axırımız elə olmayacaq. Necə oldu bu adam? Mən adam tanıyırdım. Vallah, billah, məsciddə namaz qılanda hönkürtü ilə ağlayırdı. Allah huzurunda onun dəfələrlə ağladığının şahid olmuşam. Dəfələrlə göz yaşı istadırdı köynəyin. Elə ağlayırdı Allah huzurunda. Bu günləri həmin adam sosial şəbəkədə çıxdı qabağıma. Allahı təhqir eləyən bir ifadə yazmışdı, üzr istəyirəm. Əhl-i beyti təhqir eləyən bir ifadə yazmışdı. Özü də bu günləri olub ateist, Allahı inkar eləyir. Nəyin nəticəsində? Axmaq günahlar çox elədi ona görə. Dəfələrlə ona deyilmişdi ki, bu günahların axırı yoxdur.
Bu günahlarla sən gedib yerə çıxa bilməyəcəksən. Amma davamlı elədi, gəldi elə bir səviyyəyə düşdü ki, gəldi elə bir hala düşdü ki, indi bu günləri bilmirəm heç hardadır, hara qaçıb, hardadır, nə edir. Amma sosial şəbəkədə onun bir yazdığı şey atdılar mənə ki, bir dənə bax buna, yadıma gəlir filan məsciddə biz bu ilə tez-tez görüşürdük, ağlaya-ağlaya namaz qılırdı. İmam Hüseynin adı gələndə gözləri dolurdu, İmam Əlinin adı gələndə dəli olurdu bu adam. Bunun axırına bax gör nə günə düşdü bu. Gör nə vəziyyətə düşdü bu. Onu görəndə mən o qaldıya bir qırağa öz halımı ağladım. Öz dərdimi ağladım ki, mən də özüm onun gününə çox rahat sala bilərəm. Bu elə bir şey deyil ki, yox mən heç vaxt belə ola bilmərəm. Yox, 3-4 dənə günaha tez-tez davam elə, gör axırı nə olacaq. Və günahlar gətirib adamı o səviyyəyə saldı. Günah gətirdi adamı o günə qoydu. Ona görə ehtiyac yoxdur ki, din əleyhinə təbliğat aparasan. Elə günahları yaysalar bəsdir. Bugün ehtiyac yoxdur dinin əleyhinə danışsınlar. Elə günahları çoxaltsınlar cəmiyyətdə. Cəmiyyətdə insanlar nə qədər çox günah eləsə, bir o qədər dinin əleyhinə olacaqlar avtomatik olaraq, birbaşa olaraq. Yəni elə günahı yay bəs eləyir. Günah öz işin görüb insanları imansız eləyəcək. Günah öz işin görüb insanı Allahdan uzaq salacaq. İnsanı din düşməni, Allah düşməni eləyəcək. Və bu söhbətimizin sonunda nəticəsi bu oldu ki, günah bir virus kimidir ki, sağlam mənəviyyatı çürüdür, onu körləyir və insanı ilahi dəyərlərə düşmən eləyir. Bismillahirrahmanirrahim vəl-əsr. İnnəl insana ləfi xusr illellezina amanu və amilus salihati və təvasav bil haqqi və təvasav bis sabr.